gözünden bir haber. Gafil oyan, gafil oyan, gafil oyan. 7-ci əsrdə yaşamış Əbu'l-Əsvəd Əd-Duəli ləqəbi ilə məşhur olan Zalim İbn Əmir ərəb dili qrammatikasının banisi hesab edilir. Deyilənə görə bir dəfə İmam Əli əleyhissalam bir bədəvi ərəbin Haqqa surəsindəki 36-cı ayənin "Lə yəkulhu illəl xatiin" şəklində oxuduğunu eşidir. Yəni onu səhv edənlərdən başqası yeməz və bunun "Lə yəkulhu illəl xatiun", yəni adlı xalda olduğunu təsdiq eləyir. Əbu'l-Əsvəd Əd-Duəli İmam Əli əleyhissalamın yaxınlığı ilə tanınmış, cəmə Siffin döyüşlərində iştirak etmiş və onun tərəfindən Bəsrə valisi təyin edilmişdir. Bir dəfə Əbu'l-Əsvəd Əd-Duəli İmam Əli əleyhissalamın yanına gedərkən onun bəzi şeylər yazdığını görür və ondan soruşur. İmam Əli əleyhissalam isə ərəbcə qiraətin düzgün olunmadığını və bunu əsas gətirərək ərəb dili qrammatikasında nitq hissələri, sözləri isim, fe'l və hərf olmaqla 3 yerə ayırdığını deyir. Əbu'l-Əsvəd Əd-Duəliyə göstəriş verir ki, bunu təkmilləşdirsin. Əbu'l-Əsvəd Əd-Duəli özündən fail, məf'ulun bih, nət, istifham kimi məsələləri innə və ona bənzərləri mövzusunda bəzi əlavələr eləyir və onu Həzrət Əli əleyhissalamın yanına aparır. Onun yazdıqlarından məmnun olan Həzrət Əli əleyhissalam Əbu'l-Əsvədə belə deyir: "Mə əhsənə həzən nəhv əlləzi nəhvtə." Yəni sənin tutduğun yol bu necə də gözəldir. Ona görə ərəb dilinin qrammatikasının nəhv adlandırmasını İmam Əlinin bu kəlamı ilə izah edirlər. Əbu'l-Əsvəd Əd-Duəli həm də tanınmış bir şair idi. Onun şeir divanı vardır və eyni zamanda ərəb ədəbiyyatında onun qızının da bədahətən şeiri yer tutur. Əbu'l-Əsvəd Əd-Duəli Bəsrə valisi olarkən Muaviyə onun evinə şirniyyatlar göndərir və bu şirniyyatları dadan qızına belə söyləyir: "Qızım, sən bu şirniyyatı niyə dadmısan? Heç bilirsənmi ki, onu bizə kim göndərib? Onu bizə Muaviyə göndərib." Bu şirniyyatı yediyindən peşman olan qızı bədahətən belə bir şeir söyləyir. Əbişşəhdil muzaffəri yebni harbin, nəbu alikə əhsəbən və dinən, məazəllah keyfə yəkun həzə və mavlənə əmirül mümininə. Yəni bizə zəfəranlanmış şərbətlə, ey hərbin oğlu, güman edirsən ki, biz sənə dincə tabi olarıq, beyət edərik. Allaha sığınıram, bu ola bilməz. Bizim Mövlamız Əmir əl-Möminindir.